Kəsitli şəkillər kimi olan düzənəkdə K və L cisimləri 3V və V sürətləri ilə müəyyən hündürlükdən atılırlar. Sürtünmələr önəmsənmədiyinə görə cisimlərin yatayda aldığı yolu, yəni uçuş məsafələrinə nisbətin bizdən soruşur. Birinci gəlin baxaq K cisminə. K cismi 4H hündürlükdən 3V sürəti ilə atılır və uçuş məsafəsi x1-dir. Gəlin uçuş məsafəsinin düsturunu xatırlayaq. V0 vurulsun T və yaxud V0 vurulsun kök altında 2H bölünsün J. Gəlin verilənləri qoyaq yerinə. Elimiz nə qədərdir? X1. V0'ımız 3V vurulsun hündürlük. 2 vurulsun hündürlük də 4H'dır. 4H bölünsün J'yə. X kimi yazaq. X2 bərabərdir. Sürətim V. 2 vurulsun H hündürlükdən atılır. H bölünsün J'yə. İndi bizdən bunların nisbətini soruşur. Gəlin tərəf-tərəfə bölək. Görək nə cavab alınacaq. X1 bölünsün X2 bərabərdir. 3V bölünsün V. 8H bölü J. 2H. J'də qalxır yuxarı. İxtisar getdi H'lar və J'lər. 8 bölü 2-dən də kök altında 4'dür. Oradan da 2 çıxır. Yəni V'lər də buradan ixtisar gedir. 3 vurulsun 2 olur 6. Yəni nisbət olur 6.